Salam, hər vaxtınız xeyirli dördüncülər, videonu izləyən valideynlər, müəllimlər, hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim video isə sadə həndəsi fiqurlar, çevrə, bucaq, bucağın ölçüsü mövzusu ilə bağlı olacaq. Uşaqlar, mən bu hissəni, bu mövzunu iki hissəyə bölüb elə sizə təqdim edəcəm. Yəni bunun testini bu video izahda, çalışmalarını isə digər video izahda təqdim edəcəm. Bunun səbəbi isə testlər üzərində yavaş-yavaş, yəni testləri başa sala-sala, bucaqları başa sala-sala izah etməyim olacaq. Bu da uzun çəkəcəyinə görə digər tapşırıqları növbəti izahda təqdim etməyə çalışacağam. Video uzun olub, sizi yormaq istəmirəm. İstəyirəm ki, daha rahat, daha səmərəli istifadə edəsiniz videodan. Ona görə də elə testlərə birlikdə baxaq, daha sonra isə növbəti video izahda çalışmalara baxmış olaraq. İndi isə gəlin başlayaq ilk sualdan. Suallar üzərində izahları verəcəyimə görə biraz uzun ola bilər, amma axıra qədər baxın və özünüz üçün qeydlər aparmağa çalışın ki, növbəti izahlarda, növbəti testlərdə, məktəbdəki sınaqlarda yəni yadda qalan olsun. Baxaq birinci tapşırığa. Birinci tapşırıqda bizə deyir ki, hansı fikir səhvdir? Düz xəttin iki nöqtəsi arasında, baxın nə deyirsə, mən onu yazıram. Düz xəttin iki nöqtəsi arasında qalan hissəsinə parça deyilir. Bəli, biz dedik ki, parçanın tərifi necə idi? Hər iki tərəfdən məhdudlaşan düz xəttir. Başlanğıcı və sonu var. Bəli, bizə də deyir ki, düz xəttin iki nöqtəsi arasında qalan hissəyə parça deyilir. Düz deyir. Yəni cavab düzdür. Verilmiş nöqtədən fərqli məsafədə yerləşən nöqtələrin əmələ gətirdiyi fiqura çevrə deyilir. Yəni gətirdiyi fiqur çevrə adlanır. Verilmiş nöqtədən fərqli məsafədə yerləşən yox. Verilmiş nöqtədən eyni məsafədə yerləşən, yəni B variantı səhvdir. Cavabımız da B variantıdır. C-yə baxırıq. Düz xəttin üzərində ixtiyari bir nöqtə, düz xətt çəkək. Biz bilirik ki, düz xəttin başlanğıcı və sonu yoxdur. Əyilmədən hər iki tərəf uzana bilir. Düz xəttin üzərində ixtiyari bir nöqtə onu iki hissəyə ayırır. Hissələrin hər birinə şua deyilir. Bəli, şua da nə idi? Başlanğıc nöqtəsi var idi. Baxın, başlanğıc nöqtəsi var idi, amma sonu yox idi. Yəni istədiyin qədər sağa, istədiyin qədər də sola uzada bilərsən. Yəni düz xəttin üzərində bir nöqtə çəkdik, onu iki hissəyə ayırdı və hissələrin hər birinə də şua deyildi. Yəni bu fikir də düzdür. Əyilmədən hər iki tərəfə uzanan xəttə düz xətt deyilir. Bəli, əyilmədən hər iki tərəfə sağa, sola uzanan xəttə düz xətt deyirlər. Bu da düzdür. Cavabımız olacaq B variantı. Baxırıq ikinci tapşırığa. İkinci tapşırıqda deyir, şəklə əsasən hansı nöqtə çevrənin üzərində yerləşir? Baxın uşaqlar, çevrənin ya üzərində deyə bilər. Rəngi dəyişim, daha aydın olsun. Çevrənin ya üzərində nöqtəni soruşa bilər. Ya daxilində, ya da xaricində. Baxın, bu üzərindədir, bu daxilindədir, bu da xaricində. Bu üç sözü yadınızda saxlayın. İndi şəklə əsasən nöqtələrin hansı çevrənin üzərindədir deyirsə, baxırıq, A və O nöqtələri daxilindədir. B nöqtəsi isə xaricindədir. Üzərində olan C nöqtəsidir, yəni C variantı. Düz xəttin üzərində A, B, C, baxın elə tapşırığın üstündə həll edirəm. A, B, C, D nöqtələri ardıcıl qeyd olunub. A, B, burada bir B çəkək, 28-dir. Bir dədən də C var, 15-dir. A, D özü 62-dir. Nəyi soruşur? B, C-ni. Yəni bu da C olduğuna görə B, C-ni soruşur. B, C-ni soruşduğuna görə uşaqlar 62-dən hər ikisini çıxırıq. 28 çıx 15. Bu da eləyəcək 19. Yəni A variantı. Baxırıq dördüncü tapşırığa. Dördüncü tapşırıqda bizə deyir, əgər çevrənin radiusu 4 cm olarsa, bu çevrənin diametri nə qədər olacaqdır? Deməli, biz uşaqlar bir çevrə çəkirik. Çevrə nədir? Çevrə, baxın, bu çevrədir. Çevrənin mərkəz adlanan nöqtədən eyni məsafədə olan nöqtələrin əmələ gətirdiyi qapalı bir fiqurdur.
İndi çevrənin mərkəzindən keçməklə, tən ortasından keçməklə onun istənilən iki nöqtəsini birləşdirən, baxın, birləşdirən düz xətt parçasına diametr deyilir. Bu diametrdir. Diametr. Qeyd aparın. Diametrdir. Çevrənin diametri, baxın, bu diametri 2 radiusa bərabərdir. Yəni bu özü üçün bir radiusdur, bu da özü üçün bir radiusdur. Birləşir, diametri əmələ gətirir. Yəni düsturu da budur. Diametr bərabərdir 2 radiusa. Baxaq. Diametr ən böyük vətərdir. Onu da bilin. Çevrənin bütün diametrləri bərabərdir. Yəni buradan bura qədər 10 santimetrdirsə, buradan bura qədər də 10 santimetr olacaq. Yaxşı. İndi baxırıq. Deyir ki bizə, məsələn, ayrı bir dənə çəkim. Məsələn, bizə deyir ki, çevrənin radiusu 12 santimetrdir. Məsələn, bizə deyir, radiusu nə qədərdir? Radiusu nə qədərdir? Təbii ki də 12-ni 2-yə vurarıq. Bu da eləyəcək 24. Bəs bizə verilsə, diametr ümumilikdə tutaq ki 36 santimetrdir. Radiusu nə qədərdir? Bizdən radiusunu soruşsa, 36-nı 2-yə bölərik. Bu da eləyəcək, gözlə. Uşaqlar, anlaşılmazlıq oldu. Ona görə silinmək məcburiyyətində qaldım. Səs gəldi deyə. Aha, bizə əgər radius verilərsə, tutaq ki 20 santimetr. Daha doğrusu diametr verilərsə 20 santimetr, radiusu soruşarsa 20-ni 2-yə bölərik. Yəni bir radiusu 10 santimetrdir. Yox, radiusu verərsə, tutaq ki verilib bizə radiusu. Tutaq ki 5 verilib. Deməli, diametr soruşarsa 5-i 2-yə vurarıq. Bu da 10 eləmiş olacaq. İndi bizə nə deyir? Əgər çevrənin radiusu 4 santimetr olarsa, bu çevrənin diametri nə qədər olacaq? Təbii ki də bir tərəfi 4-dürsə 2-yə vurarıq. Bu tərəfdə 4 eləmiş olacaq. Diametr olacaq 8 santimetr. Cavabımız olacaq C variantı. Deməli, uşaqlar, dərəcə ölçüsü bucaq soruşur bizdən. Deməli, biz bilirik ki, bir təpə nöqtəsindən çıxan, baxın, bir təpə nöqtəsindən çıxan 2 şua bucaq əmələ gətirir. Bucaqların 5 növü var. Baxın, 5 növü. İpi bucaq, balacadan başlayaq. İpi bucaq 90 dərəcəli bucaqdır. Daha doğrusu 90 dərəcədən kiçik, 90 dərəcədən kiçik, 0 dərəcədən böyük. Yəni 0 ilə 90 arasında nə qədər, neçə dərəcəli olursa olsun, istər 1 dərəcəli olsun, istər 15 dərəcəli olsun, istərsə 98, daha doğrusu 89 dərəcəli bucaq olsun, bu olacaq iti bucaq. Düz bucaq 90 dərəcəli bucaqdır. Tam-tamına 90 dərəcəli bucaqdır. Kör bucaq 90-dan böyükdür. 90-dan böyükdür. 180-dən kiçikdir. 180-dən kiçikdir. Yəni 91-dən 179-a qədər nə qədər bucaq görürsünüzsə, neçə dərəcəli bucaq görürsünüzsə, olacaq kör bucaq. Bir də bizim açıq bucağımız var. Açıq bucaq. Tam bir dənə dərəcəsi var. 180 dərəcəli bucaqdır. Bir də bizim tam bucağımız var. Tam bucaq bilirik ki 360 dərəcədir. 360 dərəcəli bucağa tam bucaq deyirik. İndi bizə deyir ki, dərəcə ölçüsü 136 dərəcə olan bucağın növünü müəyyən edin. Biz bilirik ki, 90-dan böyük, yəni 90 ilə 180 arasındakı bucaq kör bucaqdır. Ona görə də bizim bucağımız olacaq C variantı, kör bucaq. 136 dərəcəli bucaq olacaq, kör bucaq bu formada. Daha sonra baxırıq. İndi çevrənin diametrindən bayaq radiusunu tapdıq. 4, 4, 8. İndi çevrənin diametri verilib 10-dur ümumilikdə. Diametri verilib, radiusu soruşur. Yəni bir tərəfi nə qədərdir? Bir tərəfi də heç nə. Onu 2-yə bölərik. Eləyəcək 5 cm. Daha doğrusu 5 desimetr ilə verilib. 5 desimetr. Bu qədər sadə. 7-də deyir, dairəni 9 bərabər hissəyə bölüb 3də 1 hissəsini rənglədilər. Rənglənməmiş hissəyə uyğun bucaq hansıdır? Aha,
Ən sadə üsulla deyim uşaqlar. 9 bərabər hissəyə bölüblərsə, 3də 1 hissəsini rəngləyiblərsə, rənglənməmiş neçə hissə qalıb? 3də 2 hissəsi. Düzdür? 3də 2 biz 3-cü sinifdə ən azından bunları keçmişik də. Səhv eləmirəmsə. 3də 2 hissəsi qalıb. Düzdür? Deməli, 3də 2 hissəsi dairənin də belə deyək də ölçüsü nə qədərdir? Bir tam dairə. Dairə nə qədər olacaq? Tam olacaq da, düzdür? Yəni 360 dərəcə. İndi 360 dərəcəyə vuraq. Deməli, buradan da bərabərdir. 360-ı birinci bölək 3-ə. Burada eləyəcək 120. 120-ni də yuxarı vuraq. 120-ni də vuraq 2-yə bərabərdir 240. Deməli, rənglənməmiş hissə olacaq 240 C variantı. Daha sonra baxırıq digər tapşırığa. Açıq bucaq bir şua ilə 2 hissəyə bölünübdür. Açıq bucaq 180 dərəcəli bucaqdır. Bu açıq bucaqdır. Bir şua ilə 2 hissəyə bölünüb. Yaxşı, bölündü. Əgər kiçik hissənin dərəcə ölçüsü, baxın, belə çəkim də, kiçik hissə var, böyük hissə var. Aha. Bu kiçik hissə olsun, bu da böyük hissə olsun. Əgər kiçik hissənin dərəcə ölçüsü 75-dirsə, böyük hissənin ölçüsünü tapın. Yaxşı. Bunu tapmaq üçün də biz bilirik ki, ümumilikdə boyu 180 dərəcədir. Düzdür? Buradan da 180-i 180-dən çıxarıq 75-i. Düzdür? 105. Deməli, kiçik hissə 75-dir, böyük hissə 105-dir. Toplayanda da eləyir 180. Yəni açıq bucaq. Açıq bucağın da biz 180 dərəcə. Hə, ay müəllim, bəs bizə verilməyib axı açıq bucaq neçə dərəcədir? Niyə verilməyib ki? Mən bayaq izah eləyəndə dedim axı, açıq bucaq 180 dərəcədir. Biz bunu 180 dərəcə, ümumilikdə 180 dərəcə olduğunu biliriksə, bir tərəfi də 75-dirsə, ümumi 180-dən də 75-i çıxırıq, 105-i almış oluruq. Baxırıq 9-cu tapşırığa. Düz bucağın 5də 2 hissəsi. Yaxşı. Düz bucaq neçə dərəcə idi dedim? 90 dərəcə. 90-ın 5də 2 hissəsi. 90-ı 5-ə bölərik. 90-ı 5-ə bölərik, 2-yə vurarıq. Buradan da bərabərdir. İlk öncə düz bucağın 5də 2 hissəsini tapaq. Deməli, eləyəcək 19. Tapdıq. 2-yə vuraq. Düzdür? Eləyəcək 38. Hissəsi açıq bucağın 6da 3 hissəsindən nə qədər fərqlənir? Yaxşı, açıq bucaq nə qədərdir? Açıq bucaq dedik ki, 180 dərəcədir. 180-in 6da 3 hissəsini tapaq. 180-i də bölək 6-ya, vuraq 3-ə. Buradan da bərabərdir. 180-i 6-ya böləndə eləyir elə 30-un özü. 30-u da 3-ə vuraq. Eləyəcək 90. İndi 90-dan da daha doğrusu 38-i çıxırıq. Eləyəcək 52. Niyə 52? Bir dəqiqə, mən harada səhv elədim? Bir dənə öz səhvimə baxın. Burada haradasa səhv eləmişəm. Hesablama səhvi aparmışam deyəsən. Bir saniyə baxaram, deyərəm indi sizə. Hə, hesablama səhvi aparmışdım. Deməli, 90-ı 5də 2 hissəsi bərabər idi. Deməli, 90-ı, qoy tam dəqiq olsun. Bölək 5-ə, vuraq 2-yə. Buradan da bərabərdir. Deməli, 90-ı 5-ə böldük. Elədi 18. Mən 19 götürmüşdüm. 18. Deməli, 18-i də 2-yə vuranda eləyir 36. Daha sonra açıq bucaqda 180 olduğuna görə 180-i 6-da 3 hissəsi bərabərdir. 180 bölünsün 6, vurulsun 3. Buradan da bərabərdir. 180-i 6-ya böləndə eləyir 30. 30-u da 3-ə vursaq eləyir 90. 90-dan da böyükdən kiçiyi çıxıb eləyəcək 54. 54 dərəcə kiçikdir. Verilib bizə D variantında. Daha sonra silək bunu.
10-cu tapşırığa baxaq. 10-cu tapşırıqda bizə deyir ki, ABC ABC düz bucağının təpə nöqtəsindən çıxan, deməli, düz bucaqdır. A var, daha doğrusu A var, B var, C var. BD şüası, buradan bir dənə BD şüası çıxıb. Elə bilir, bura B yazaq, bura A yazaq. Təzədən yazım. B var, A var, C var. BD şüası, onun A, B, D və D, B, C bucaqlarına ayırır. Yaxşı, bunu bu formaya ayırdı. A, B, D bucağı 32 olarsa, D, B, C bucağın dərəcə ölçüsünü tapın. Yaxşı, buradan bura deyir 32-dirsə, bunu tapmağa nə var? Mən dedim ki, düz bucaq 90 dərəcəli bucaqdır, düzdür? 90 dərəcə. 90 dərəcədən də 32-ni çıxanda neçə qalır? 8, 58. Deməli, olacaq 58 dərəcəli bucaq. Cavab B variantı. Uşaqlar, bunun çalışmaları da var. Baxın, çalışmalar da var. Çalışmalar biraz uzun olduğuna görə bunu növbəti video izaha sığışdırmağa çalışacağım. Sizi çox yormaq istəmirəm. Bu qədər məlumatı özünüz üçün qeyd etsəniz, ağlınızda tutsanız, əzbərləsəniz, bu video izah üçün kifayətdir məncə. Video sizə faydalı oldusa, rəy bölməsində yaza bilərsiniz. Növbəti video izahlarının da gəlməyini istəyirsinizsə, videonu bəyənib, şərh yazıb, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Hələlik.